Artıq Praktik Dizayn dərsimizin 8-ci bölümündəyik. Bu dərsimizdə Box TV içərisində karusel effektini yaradaraq bu şəkildə gözəl bir görüntünü əldə etmiş olacaq. Elə isə gəlin 8-ci Praktik Dizayn dərsimizə keçid alaq. Gəlirəm index.html-də Box TV içərisində Content divini yazıram və bunun içərisinə H1 etiketimi əlavə edirəm və LNR TV yazısını yazıram. Paragraf içərisinə buradakı yazını kopyalamış oluram və paragraf içərisinə əlavə edirəm. Kodlarımızı səliqəli hala salıram. Daha sonra gəlirəm style.css-ə və burada arxa plan rəngini kopyalayıram və body içərisinə əlavə edirəm. Bu şəkildə arxa plan rəngi gəlmiş oldu. Daha sonra box divimə position absolute yazıram və hətta yarı bölək. Bura index.html əlavə edək. Aha. İndi isə gəlib box divimi mərkəzə gətirmək istəyirəm. Top 50%, left 50% yazıram və transform translate-dən istifadə edirəm. Mənfi 50%, vergül mənfi 50% verirəm. Bu şəkildə ortalanmış oldu. Daha sonra genişlik olaraq 400 piksel verirəm. Hündürlük olaraq 400 piksel yazıram və arxa plan rəngi olaraq gəlirəm. Bunun arxa plan rəngi buradan görə bilirəmmi? Bir daha baxaq. Aha. Burada gəlmədi. Vaxt itirməyək. Gələk burada misal bunu kopyalayıram. Kopyalaya bilmədim. ColorZilla-dan istifadə edərək gəlirəm, bunu kopyalayıram və bura əlavə edirəm. Bu şəkildə və baxırıq. Aha, arxa plan rəngi bu şəkildə gəldi. Daha sonra genişlik və hündürlük 400 pikseldən yuxarı rəqəm gəlməsin deyə box sizing border box verirəm. Yəni hər hansısa border və yaxud da ki padding verdiyimiz zaman 400 pikseldən artıq bir rəqəm, yəni artıq bir genişlik gəlməsin. Lori dilində desək, box divimiz daşmasın. Daha sonra gəlirəm burada border 2 piksel solid solid RGBA-dan istifadə edirəm və bura 0 vergül 0 vergül 0 vergül 0.5 opacity-ni bu şəkildə yazmış oluram və mötərizəmizi bağlayıram. Daha sonra kölgə effektini vermək istəyirəm. Box Shadow-dan istifadə edirəm. Burada 0-20 piksel 50 piksel yazıram və rəngini RGB-A-dan istifadə edirəm. 0,0,0,0,5 yazıram bura. Bu şəkildə box shadow'umuz gəlmiş oldu. Daha sonra burada box divi içərisindəki contentə stil vermək istəyirəm. Box divi içərisindəki contenti seçirəm. Gəlirəm burada. Buna da position absolute verirəm və border 2 piksel solid, bu da misal FFY 3B və 3 şəklində gəlsin. Daha sonra box shadow olaraq buna da 0 5 piksel 10 piksel RGBA 0.00
Opacity-liyini isə 0.5 verirəm. Və text align center yazıram. Daha sonra yuxarıdan 15 piksel, aşağıdan button, üzr istəyirəm, button 15 piksel və soldan 15 piksel, sağdan isə 15 piksellik məsafə vermiş oluram. Content divim bu şəkildə görünmüş oldu. Ancaq burada bir məqam vardır ki, baxın, hər bir yuxarı, aşağı, sağ və sola eyni rəqəmləri vermişəm. Ancaq burada qısa kod yazmaq üçün CSS-də insert açar kəlməsi vardır ki, əgər mən gəlib burada insert 15 piksel yazsam, yenə də eyni görüntünü almış olacaq. Yəni burada insert bütün top, left, right, bottom özəlliklərini bir arada zəmləyir. Və daha sonra kodlarımızı səlqəli hala salıram və gəlirəm burada box divi içərisindəki content divi içərisindəki H1-ə color olaraq FFF yazıram. Yəni ağ rəngdə gəlsin. Font size olaraq 20 piksel yazaq. Daha doğrusu 30 piksel verək. Aha. Və gəlirəm margin olaraq 10 piksel verirəm. Hər tərəfdən 10 piksellik boşluqda gəlmiş olsun. Və eyni qaydada paragrafıma gəlirəm color ağ rəngi verirəm. Artıq mən karusel effektini yaratmaq istəyirəm. Bunun üçün də index.html-də box divi içərisində SVG etiketindən yenə istifadə edəcəm. Burada bizdə rect etiketi var idi ki, bu etiket də düzbucaqlı formada gəlirdi. İndi hal-hazırda bizdə kvadrat formasındadır. Ona görə də rect etiketi doğru bir seçimdir. Bu şəkildə SVG formatını yazmış oldum. Gəlirəm box divi içərisindəki SVG-ni və box divi içərisindəki SVG etiketi içərisindəki rect etiketini bu şəkildə seçirəm. Və daha sonra buna da position absolute yazıram. Yuxarıdan və soldan 0 məsafədə gəlmiş olsun. Yəni yuxarı və sol istiqamətdə 0-dan başlamış olsun. Və genişliyi 100%, hündürlüyü 100% verirəm. Bütün belə deyək, box divini əhatə etsin. Fill olaraq, yəni iç boşluğunu transparent verərək həmin bu box etiketi içərisindəki, yəni daha doğrusu divi içərisindəki rəngi almış olsun. Və gəlirəm burada box divi içərisindəki SVG etiketi içərisindəki recti seçirəm. Xətt rəngini stroke mavi rəng verək. Burada blue yazıram. Aha. Və stroke width, yəni qalınlığını 8 verək. Stroke dash ərlikdən istifadə edərək 400 piksel xətt çəkilmiş olsun və 400 piksel boşluq gəlmiş olsun və yenidən eyni qaydada xəttlər çəkilmiş oldu. Daha sonra burada animasiya görüntüsünü yaradıram. Animation, animate yazıram və 3 saniyə ərzində linear hərəkət etsin və sonsuz hərəkət təkrarlansın. Daha sonra keyframes'dən istifadə edirəm. Keyframes animasiyamızın adını yazıram və 0%-də stroke dash offset'dən istifadə edərək 800 yazıram. Yəni hərəkət istiqamətini 800 piksel qabağa çəkdim və 100%-ə gəldiyi zaman isə stroke dash offset 0 olsun. Və bu şəkildə
gözəl bir görüntünü əldə etmiş olacağıq. Bu dərsimizdən də bu qədər. Ümidvaram gözəl bir layihə qurmuş olduq. Bu ən çox inputlarda da istifadə olunur, yəni bu görüntü. Biz hal-hazırda SVG mövzusunu daha dərindən mənimsəmək üçün SVG mövzusundan layihələr yaratmış oluram ki, SVG-ni də daha aydın başa düşək. Bu dərsimizdən də bu qədər. Gələn növbət dərsimizdə görüşənə qədər hələlik.